ən son yoxlamalar, ən son tənzimləmələr sona çatmaq üzrədir. Sona çatdı və bu deməkdir ki, biz 3 dəqiqədən sonra Porsche Cayenne'in sahibinin nömrəsini görəcəyik və hörmət olaraq hər kəs ona zəng eləməsin deyə son 2 rəqəm bağlı olacaq, amma bütün qalan nömrəni görəcəksiniz. Beləliklə biz qalibi müəyyən eləməyə başlaya bilərik. Bu vaxt ərzində bütün iştirakçıların, bütün lotereya qoşulanların nömrələri süni intellekt vasitəsilə nəzərdən keçirilir və onların arasından yalnız bir nömrə Porsche Cayenne əldə eləyəcək. Bəlkə də bu həyatımızda, şəxsən mənim həyatımda ən həyəcanlı 2 dəqiqə 43 saniyədir. Mən sizdən xahiş eləyəcəm, son 10 saniyəni gəlin hamımız bir yerdə sayaq. Doğrudan çox ümid eləyirəm ki, sizin aranızdan kimsə qalib olacaq, amma yenə də biz qaliblə əlaqə saxlayacağıq, ona zəng eləyəcəyik. Alınsa, böyük məmnuniyyətlə onun video görüntüsünü bu ekrana çıxardacağıq, söhbət eləyəcəyik və canlı-canlı onu təbrik eləyəcəyik. Bu qalib müəyyən olunan kimi biz əlaqə saxlamağa çalışacağıq və əlaqə yaradılana qədər biz qalan 4 iPhone 17'mizi oynayacağıq. Var aranızda Baksel'dən bu lotereyada iştirak edən? Bəlkə işte sən aynısın, sən də olmayasan. Səndə də var, məndə də var şansımız, amma görək. Xatırladım ki, çıxan nömrə fərqli ola bilər. Sizi onun prefiksi təəccübləndirməsin, çünki Baksel çoxdandır ki, artıq nömrə daşıma sistemini tədbiq eləyir. Odur ki, prefiksə hansı rəqəm istəyirsə çıxa bilər. Əsas odur ki, o insan Baksel abunəçisi olsun. Aynışan nəsə müraciət eləmək istəyirsənsə, gəl alqışlayaq sən. Gəl. Blogger, influencer, aktrisa, müğənni, gözəl xanım. Salamlaya bilərsən bizim tamaşaçılarımızı, bizim bütün kanallarımızı. Hər kəsi salamlayıram, hər kəsə bol şans diləyirəm. Həmçində özümə, çünki 947 şansım var Turan. Məndə 1360'dır. Amma şansın sayı bu o demək deyil ki, biz mütləq qalib olacağıq. Əsas odur ki, biz iştirak edirik. Düzdür, kim qazanacaqsa gözəl günlər istifadə etsin inşallah. Təşəkkür edirəm, son 48 saniyəmizdir. Milyonlarla istifadəçimiz var. Onların hamısı yüklənir. 7, 6, 5, 4, 3, 2, 1. Nömrə artıq var. 055 878 61. Mütləq indi son 2 rəqəmi də müəyyən eləyək, zəng eləyək və onunla danışmağa çalışaq. Hələlik isə iPhone-larımızı oynayaq. Görək bu iPhone 17'lər kimə çatacaq. Sənin nömrən deyildi. Heç bir rəqəmi düz gəlmədi. 4 rəqəmi
bəlkə iPhone gəldi sənə çatdı və sizə çatdı. Beləliklə, gəlin baxaq görək ilk iPhone 17 kimə qismət olacaq. Mən hazıram. Prosesi başlaya biliriksə, qalibi müəyyən eləmək prosesinə başlayaq. Eyni zamanda mən xatırladıram ki, biz artıq nömrəsi bəlli olan qalibimizlə əlaqə saxlamağa çalışırıq. Günlük paketlər bizim indi kompüterə yükləndi və gəlin qalibi seçmək prosesinə başlayaq. Səkkiz, 7, 6, 5, 4, 3, 2, 1 və budur. iPhone 17 055 323 82 var aramızda. Ya. Biz təbrik edirik qalibimizi. Xoş xəbərlər eşitsin. Bu birinci iPhone-umuz idi. Bizim sırada hələ 3 iPhone-umuz da var. O iPhone 17'lər var ki, onda indi böyük məmnuniyyətlə o oynayacaq və onun qalibini biz müəyyən eləyəcək ki, kimə çatacaq bugün. Hatırladım ki, bugünə qədər 88 ədəd iPhone 17 oynanılıb, 13 ədəd Zikr 001 maşını oynanılıb və onların bəzilərinin sahibləri bizimlə bugün buradadılar. Beləliklə, başlayaq. Beş, 4, 3, 2, 1 və qalibimiz 055 550 37. Son iki rəqəmini hələ bilmirik, birazdan onu da biləcəyik. Təbrik edirik. Xoş xəbərlər eşitəsiniz. Keçirik növbəti iki qalibimizə. Deyəsən orada az qalmışdı qalib olmağa. Belə başa düşdüm nömrələrdən. Ayın 30'unda gündəlik lotereyada iştirak edən nömrələr artıq yüklənib və biz qalibi seçməyə hazırıq. Beş, 4, 3, 2, 1 və 055 853 40. Son iki rəqəmi görmürük, amma bizim əməkdaşlar onu görürlər, bilirlər. Bu bizim 3-cü iPhone-umuz idi. Bu bizim ayın dekabrın 30'una olan iştirakçımızın iPhone-uydu. Təbrik edirik və davam eləyək. İndi isə biz tarixi dəyişirik ayın 31'i. Görək yeni ilə kim özünə iPhone 17 qazanacaq. Qalibi seçməyə misal üçün mən hazıram və ümid edirəm ki bizim texniklərimizdə başlaya bilərik. Beş, 4, 3, 2, 1. Budur. 055 383 05 ilə başlayır nömrə. Son iki rəqəm əlbəttə ki görsənmir. Ayın 31'indəki lotereyanın qalibi iPhone 17'ni də qazandı. Təbrik edirik, təşəkkür edirik, çox sağ olun.